Azərbaycanın yaradan anlayışı ilə münasibəti fonunda Ermənistandakı mənəvi ruhani mühit ən azı çox qarışıq görünür. Uzun illərin təkmillətçi siyasətinə özünü qurban vermiş respublikada mühit o qədər təhlükəli alıb ki, artıq kilsə ilə dövlət bir-birini yeyir. Bu sadəcə Paşinyan kilsə qarşı durması deyil. Paşinyanın bütün pozitiv vitrin təqdimatlarına baxmayaraq, böyük məğlubiyyət kompleksindən hələ də azad ola bilməyən və revanşa ümid bəsləyən erməni güruhu yaradandan acığını bu yolla çıxır. Zaman göstərdi ki, dinin birləşdirici, barışdırıcı missiyasını istənilən məqamda unudaraq xaça yox, Kalaşnikov avtomatına söykənən qara keşişin yandırmağı həmişə bir kərəmi var. Bu, onların dini mühitidir. Elə bu vaxtlar bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Birləşmiş Ştatlarda bütün dini konfessiyalarla görüşürdü. Yahudilərlə də, xristiyanlarla da. Bax, bütün bu fragmentləri yerinə qoyanda ortada Azərbaycan xalqının zəngin işçisi görünür. Dünyanın bütün bəşəri dəyərlərinə verdiyi qiymətin səbəblərini görürük. Ona görə də əgər biz Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticələri barədə maksimum ürək və ağız dolusu danışsaq belə, yenə çox təvazökar görünür.